İki qardaş üçün iki əkiz ev, indi də İsmayılıda. Salam dəyərli izləyicilər, İsmayılı rayonunun mərkəzindəyik, 5 nömrəli məktəbin yaxınlığında. 4.3 sot torpağın içində 2 dənə əkiz ev, hər ikisini sizə göstərəcəyik. Hər ikisi 2 otaqlıdır, mətbəxi və sanitar qovşaq, hamam otağı bir yerdə. Belə bir xudmani bir həyəti var. Birinci həyətlə sizi tanış eləyək. Burada manqal samavar. Bura evlərin qarşı hissəsidir. Burada yəni yay vaxtı oturmaq üçün belə oturacaqlar da qoyublar, masalar da qoyublar. Qeyd edeyim ki, bu evlər davamlı şəkildə günlük kirayəyə verilir. Amma alan şəxs bunu davam etdirə bilər və yaxud da ki, özü də girib yaşaya bilər. İndi evləri göstərəcəm, özünüz görəcəksiniz. Bura belə bir xırda tikili eləyiblər. Burada işıq stabilizatoru, kombi sistemi və gələcəkdə əldamı kimi də istifadə eləmək olar. Keçək həyətin arxa hissəsini sizə göstərim ki, orada da kim istəsək, gələcəkdə burada özü üçün əlavə şərait qura bilər. Ev üç tərəfi daş hasardır. Yenə burada qonşudan olan hissəsi dəmir hasardır ki, onu da gələcəkdə yenə də istəsəz, istəyə uyğun olaraq özünüz daş hasarını eləyə bilərsiniz. Burada kiçik bir baseyn hazırlamaq olar, həmçinin də orada. Həyətdə meyvə ağacları da var. Belə yekə gözəl bir qızılgül kolu da var. Buranın son dövrlərdə əsasən günlük kirayə verilməsinə baxmayaraq evlər yaxşı vəziyyətdə qalıb. İndi evlərin içindən sizi tanış eləyəcəyik. Gördüyünüz bütün əşyalar qalacaq. Gəlin, davam eləyək. Bura. Yəni, özünüz üçün alacağınız təqdirdə buranı qonaq otağı kimi dəyişdirə bilərsiniz və digər otaq isə yataq otağıdır. Siz mətbəxi göstərin, ardından isə gəlir yataq otağına baxaq. Bura isə yataq otağıdır. Hər iki otaq ilk işıqlıdır, yəni pəncərəsi bayıra açılır. Ev kürsülüdür. Evdə nəmişlik yoxdur. Burada sanitar qovşaq və hamam otağıdır. Digər evdə həmçinin eyni, bunun əkizidir. Bu evin əkizidir. O evə də baxın, mən sizi həyətdə gözləyirəm. Belə, dəyərli izləyicilər, evlərlə də tanış oldunuz, həyətlə də tanış oldunuz. Ətraflı məlumat almaq üçün qeyd olunan nömrələrlə əlaqə saxlaya bilərsiniz. Ümumi dəyəri 85.000 manatdır. Maraqlanan olsa, yerində də gəlib baxa bilərik. Yenə təkrar edirəm, rayonun mərkəzində 5 nömrəli məktəbin yaxınlığında yerləşir bu mənzil. Mənzil, evlər daha doğrusu mənzil. Öyrəşmişik Bakıdan qalan terminləri. Belə, hər kəsə bol şans, növbəti videolarda görüşənədək.